tərəfindən. Mənim Zuhruf surəsi 45-ci ayədə gedir. Orada xitab Peyğəmbər sallallahu əleyhi və səlləmin səslənir. Yəni bidət əhli deyir ki, əgər eşitmirsə, burada Allah subhanahu wa ta'ala, Allah Resulü sallallahu əleyhi və səlləm xitab edir ki, səndən əvvəl göndərdiyimiz elçilərdən onların davamçılarına bu kavuşqadadır. Görüş biz mərhəməti və Allahdan başqa ibadət ediləsi məbudları icad etmişik. Yəni burada bidət əhli deyir ki, əgər Allah Resulü sallallahu əleyhi və səlləm Allah subhanahu wa ta'ala dediyi insanlara əgər eşitmirdilərsə, nəyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm onlara deyirdi? Onlardan sorur. Ayəni bir dənə tam oxu. Bildim, bir dənə oxu, cəməlli oxu, bir dənə tələsmədən. Səndən əvvəl göndərdiyimiz elçilər. Soruş Meyracda olub da, Meyrac səfərində. İsra Meyracda, İsrada olanda Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərlərə namaz qıldırdı. Yəni onlardan soruş da, İsrada olanda deyir soruş onlardan. O ona aiddir. Yoxsa Peyğəmbər sallallahu əleyhi və səlləm harda görüb peyğəmbərləri? Özündən qabaq heç birini görməyib. Heç birini rastlaşmayıb. Necə soruşa bilər? Allah bu saltan ona verir, necə soruşa bilər? Gedib qəbrinə soruşsa ona cavab verəcək. Heç qəbirləri bilinmir hardadır. İsrada olandadır, İsra səfərində. Təfsirində gətirir ki, İsrada olanda, yəni İsrada olanda onlardan soruş. O da başqa vaxt peyğəmbərlərlə görüşə bilməz. Meyraca səfərində, bir də İsrada. Siz bildiniz yəni o. Bildim də, hə, bilirəm. Ya İsrada olur, ya da Meyracda. Meyracda 7 təbəqə səmadan qalxanda müəyyən peyğəmbərlər gördü. İsra səfərində də Beytül-Məqdisdə nə qədər peyğəmbərə namaz qıldırdı. Bəli, onda soruşma imkanı var da, başqaca soruşa bilməz axı. Deyir, yəni o vaxt soruş da. O da ona aiddir, o günə aiddir. Belə. O deyən ki, fikirlərsə, nə get soruşsun. Peyğəmbər sallallahu əleyhi və səlləm hər hansı bir peyğəmbərin qəbrinin yerini bilirdi. Heç bir peyğəmbərin qəbrinin yeri bilinmir. Gəlib harda soruşsun, kimdən soruşsun? Ona dəlil lazımdır qeybdə danışmağına. Quranda da qeyd olunmur. Ona dəlil lazımdır ki, harda qeybdə danışır. Gəlib ki, nəsə Allah Rəsulü qeybdə hansısa bir peyğəmbərlə danışıb, heç birinlə danışmayıb, qeyb gəlməyib bu vaxtda, bir dəlil yoxdur.